Həmişə kimi Avropadan, Almaniyadan salamlar. Deməli, nə Halloween gəlir, Halloween. Cadılar bayramı. Bunlar neyi reklam edir? Düşün, kofeni, pudingi. Dostlar, Halloween gəlir, Halloween. Bilmirəm orada necə keçirirlər, amma burada yüksək səviyyədə keçir. Və mənim dostlarımın, demək olar dostlarımın 95%-i Avropalı olduğuna görə və mən hər dəfə bu bayramda iştirak edirəm. Bunu da sizə çəkib göstərəcəm. Deməli, DHL. Bu da yolçudur belə. Əslində bu ya Bulqar vətəndaşıdır, ya nəysə. Dostlar, bu bilirsiniz nədir? Bu 39-cu il, 19-cu ildə bu adam adlarıdır. Buradan bunları çıxardıb gülləliyib Almanlar. Almaniyada belə daş gördünüz. Bu o deməkdir ki, buradan 41-də, 39-cu illərdə 1-ci, 2-ci Dünya müharibəsində Almanlar çıxardıb burada gülləliyib. Belə şeylərdən çox görmək olar. Bu ölkədə onlara hörmət əlaməti olaraq ora vurublar bu daşları. Belə dostlar, o gördüyünüz yolçu Bulqar vətəndaşıdır. O aşağısı 700-800 avro pul alır. Plus da o 600-700 avro pul alır. Plus da burada yolçuluq edir. 1-2-1500-2000 də belə qazanır. Amma gəlib o yaxında polis tutub aparacaq. Bu %100'dür. Telefon ola bilsin titrəsin, amma çox güman edirəm ki, görünür və eşidilir. Belə dostlar, Almaniya. Başım salam olsun, ürəyi burada olub, özü burada olmayanlara. Gəlmək nəsib olsun, gəlmək istəyənlərə. Sigaret çəkir biri yuxarıda. Altda da dostlar, bu sigaret aparatıdır belə. Burada satılır. Bu şəkildə mağazinlər bağlı olanda gəlib buradan sigaret alıb gedə bilərsin. Və atdı ora velosipedi çıxdı getdi. Heç bağlamır. Əvvəllər Almaniyada belə bağlama əsas söhbəti yox idi. Sonradan gəlmələr gəldi. Gördüyünüz kimi darvazalar açıq.